Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəridə, Binəqədi yolun üstündə 41 nömrəli marşrutdan 250-300 metr məsafədə. Demək, yaşayışlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdıram, ev içi dolu əşyalı satılır. Demək olar, evin də təmiri qaydasında super təmir vəziyyətdədir. Ev hardasa təxmini 7 daş kürsüdə inşa olunub. Həyətinə rahat 2 maşın daxil ola bilər. Bunu nəzərinizə çatdırım. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. İndi daxil oluruq evin içi ilə. Zirzəmisidir. Bunu nəzərinizə çatdırım. Bax, belə hündür kürsülüyə zirzəmisi var. Bax, belə bir yerdədir. Kombi aparatları zaten hamısı qurulub. Artıq əşyaları da görürsünüz, yəni altına girib rahat əşyaları qoymaq mümkündür. Keçən indi hörmətli izləyicilər evin içi ilə tanış olaq. Həyətini də belə ətraflı yenə çəkirəm. Drapları qoyulub, qazı su işığı var. Bələdiyyə sənədi var. Bunu da nəzərinizə çatdırıb. Qalxırıq evin içinə. Girən kimi buradan da gördüyünüz kimi ev sahibi burada belə kavilmetlər vurub ki, rahat təmizləmək üçün. Ev təmirli əşyalı satılır. Bir dənə xaladenindən paltar yuyma maşından başqa hər şey evdə qalır. Girən kimi gördüyünüz kimi dəhliz hissəsidir. Sağ tərəfdə mətbəxdir. Mətbəx mebelləri təzə yığılıb. Bax, stollardır, mətbəx mebelləridir. Ev demək olar, evdə qalan olmayıb. Az-maz arada bir gəlib qalıblar. Gördüyünüz kimi də bu evin də mətbəx hissəsidir. Genişliyi də göz qabağında rahat stol üstündə oturub yemək yemək üçün əlverişli bir şərait yaradılıb. Solda, burada qonaq otağıdır. Gördüyünüz kimi də qonaq otağıdır, hörmətli izləyicilər. Bax, stollar təzədir hamısı. Divandır, bax belə. Uqlaboy divan. Hamısı təzədir. Demək olar, istifadə olunmayıb, hörmətli izləyicilər. Gəlib yerində baxa bilərsiniz. Evin təmiri göz qabağında. Buradan keçirik, burada bir yataq otağıdır. Bax, mebelləri yenə təzədir. Ev əşyalı satılır. Nəzərinizə çatdırın. Haradasa bura təxmini bir 15 kvadrat olar. Ölçüləri də yaxşıdır evin. Demək olar, otaqları genişdir. Sonda bura uşaq otağıdır. Gördüyünüz kimi də burada haradasa 12 kvadrat olar. Uşaq otağı üçün də otaqları geniş, normaldır. Yaxşıdır 12 kvadrat. Sonda burada dəhlizdir. Dəhlizin sonunda da burada sanuzeldir. Gördüyünüz kimi də sanuzel zaten hamısı təmiri qaydasındadır. Hörmətli izləyicilər, indi ev sahibi burada nə varsa özünə uyğun eləyir. İndi alan adam gəlib özünü dəyişdirə bilər. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın zəvran zaman. Yenə nəzərinizə çatdırıram. Bir elektroniklərdən başqa evdə demək olar hər şey qalır evin içində. Nəzərinizə çatdırıram. Evin qiyməti, start qiymət 90 mindir. Real alıcı olsa endirim olmaqla birbaşa sahibinə görüşəcəksiniz. Son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. 90 min içi dolu əşyalı. Qiymət də yaxşıdır. Yəni, ev kürsülüdür, təmirlidir. Hazır gəlin, girin, yaşayın. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.